Herkes salam uşaqlar, Limbo'nun birinci bölümüne hamınız xoş gəldiniz. Bu oyunda qaranlıq bir meşədə itmiş bacımızı axtaracağıq. Oyunun hekayəsi budur. Bizdə bir dənə dursaydı ayağa. Baxın bu ekranda gördüyünüz bizi. Hər kəsə salam. Bu ayağa qalxan bizi pox boyda boyumuzla gəlib bacımızı axtaracaq. Sən də get polisə zət xəbər ver. Anava, atava denəsən, niyə gəlib qaranlıq meşədə bacını axtararsan? Gördüyünüz üzrə oyunun da atmosferi çox qaranlıqdır. İndidən yeriməyə başlaya bilərik. Tullana gedirik bu yer. Xiyar adam kimi yeri. Aha, qaçmağa yeriməyə başlayırıq indidən. Gedək bax görə başımıza nələr gələcək. Sən camdan meşəyə bax. Çox kasvetli belə nə deyim. Sisli havası var. Tullan görək. Uy. Adam öldü amına koyayım. Uy bula. Öldüm. Ha, demək yüksək yerdən tullanmaq olmaz. Yavaş-yavaş düşəcəyik buradan. Uy bu. Ha, bildim. Yüksək yerlərdən yavaş-yavaş tullanacaq. Yoxsa dört baş olar. Nə oldu? İndi də suya düşdük. Uşaqlar, oyunun havası çox belə kasvetlidir. Adam yaxşı görənmir. Yavaş-yavaş sürüş. İndi buradan tullanacaq. Tullandıq. Aha. İndi gedə bilərik. Bu arada uşaqlar, qabağımıza yaratıqlar, hörümçəklər çıxa bilir. Sadəcə qatmayacaq bu oyunda, yeriməyəcək. Buradan tullana bilərik biz. Bu nədir? Belə bir əngəl çıxdı qabağımıza. Qardaş, bunu geri çəkəcəyik biz. Geri çəkəcəyik bunu. Hə, geri çəkəcəyik bunu. Bu qədər geri çəkdik bəs. İndi tullanacaq. Tullan görək. İndi bunun üstünə çıxacaq, böyük ehtimal. Tapbazalar falan da çıxa bilər oyunda qabağımızda. Oha. Nazı bu ipə tutacaq bu ipdən. Ya Allah. İndi aşağı in yavaş-yavaş. Ay yavaş-yavaş dedim. Xiyar oğlu xiyar. Çok rahat. Çok profesyonel. Ay ananı ya. İndi bura yavaş-yavaş. Baxın belə düşəcəyik. Gördünüz kimi. Aha, hocam mən tema tutdum, başa düşdüm. Yüksək yerlərdən belə promoy tullanmayacaq, onu başa düşdüm. İndi buradan sonra ağaracaq. Hər halda bura tullanacaq. Ya Allah. Yavaş-yavaş, heyvan kimi. Buradan doğru tullanacaq. Aha, qəşəng. Buradan ora gedəcəyik, yoxsa çox qaranlıqdır bura. Burada bir dənə qayıq var. Tullan. Aha. Qayığa tullandıq, oranın zəndir sözüdür. Vəsiyom, dənizlərə açılırıq. Kaptan Limbo, bu oyun adı Limbodur. Bunun da hər halda adı Limbo olar, yəni. Boşuna qoymazlar. Bu arada bu uşağın adı nədir həqiqi? Oyuna bir hekayə, diyaloq zat qoyar, istəyəcəm. Buramı elə qaçadı. Nəysə. Get görək başımıza nələr gəlir. Aha, gəldik, çatdıq. Axır ki, quru yerə. Sonra nə arayacaq? Buradan dırmaşacaq, yoxsa? Nədən, buradan dırmaşacaq. Ya Allah! Tullanlara. Yo, bizimki max yarım metrə tullanır. O qədər də yuxarı tullanamır. Biz indi oradan nəsə yuxarı çıxacaq? Gəmini çəkəcəyik. Hə. Qayığı çəkəcəyik ora. Onun üstünə dırmaşıb belə üstə tullanacaq. Çəkdik. Sıxımın üstünə. Sonra bunun bomba kimi. Bunun üstünə dırmaşacaq. Çıx. Sonra o ipin üstə tullanaq da yəqin. Hər nəysə siz görün. İndi oradan tullana tut. Ay xiyar oğlu xiyar. Hər nəysə ölmədik. Yüksək bir yerdən tullananda normalda ölürük. Çıx. İndi oradan tullan. Aha, indi yuxarı dırmaşa bilərik. Aha, ışıq gəldi belə. Mağaracıq ya. Oradan tullanıb. Ay bilə. Ya hak. Durmaş. İndi nə arayacağım? Hə, baxın belə uşaqlar. Geri zat gedəcəm. Gözlə. Ay bilə. Senin kafanı sikeyim. Belə. Aha, beləymiş hə. Deməli buradan ora kullanacağım. Nəysə, gedək şur oranı keçdik. Oyunda checkpoint sistemi zat yox, belə. Axırıncı dəfə harda öldün orada da, elə bir şey. Nəysə, biz davam edək buna. Yenə meşəliyin qaranlıq tərəflərinə gəldik. Oy, belə nə oldu hə? Ay qapağından tutuldum ya. Qaranlıq meşədə bu meşəyə ay belə gəlməz deyə düşünürəm. Məsələn, baxın bunlar qapandı, bunların üstünə tullanacaq.
Ya hak. Mən hər türlü öldüm axı nə qarım mən. Tullan. Belə kəlləm qaldı havada. Belə polnu hızlanacaq buradan, sürətlənəcək buradan. Sonra oradan tullanacaq. Ya hak. Ay ananı 3 dənə qafanı yan-yana diziblər səndə. Mən bunun üstündən nətər tullanım. Uzun atlama de bu bildiyi. A few moments later. Uşaqlarım getdim mən bunu YouTube'dan baxdım. Sən demə bu qafanı görürsüz. Bunu tutacaq belə. Baxın buradan. Görək ki, bunu belə geri çəkəcəyik. Onda atlamaq daha asan olacaq. Məsələn buradan gəldik. Hop, belə tullandın. Baxın daha rahat olacaq da. Qafanı geri çəkdik deyə. Bu səfər ölməyəcək. Aha. Rahat bu artıq buranı keçdik. Bilmirdim ya o qafanı geri çəkəcək. Rahat tullanmamız üçün. Ondan hər poxu denəyəsən. Bunu da. Ondan tutulacaq 100%. Dırmaşacaq yuxarıya. Aa! Qapan var imiş orada. Dırmaşdılar bunu. Dal qırılıb diye. Dırmaşdılar. Max bu dırmaşan burada. Buradan kullanacaq oraya yoxsa tut. Qapanı geri çəkəcək deyəsən. Niyə geri çəkilib bilmirəm. Prost geri çəksən. Görüm nə olur. Biraz geri çəkdim. Kullan deyəcəm də Mustuna nətər kullanacam mən. Amma mən də bunu altına qoydum öldürdük. Aha. Şuradan arxa. Kullan. Aha tut da oradan xiyar oğlu xiyar. Mən bura nətər keçəcəm? Hə, o qapan uşaqlar çolları qırdı. İndi biz bura tullana biləcək qayaya. Bilmirəm nətərsə çıxdım buranı, keçdim, bilmədən keçdim. Nəysə, daha hər poxta gəlib YouTube'dan baxmaya ehtiyac yoxdur. Bu səfər də öz beynimizi işlədik. Ehtiyatlı hər şey deyək, yoxsa qapan qoya bilər bu güc verənlər. Qaranlıq meşdə kim ov eləməyə çalışar, mən başa düşmürəm. Buradan tullan. Tullandı. Oy belə. Aa! Oğlum sakin ol lan. Buna dəysə heç nə olmaz. Üstündən tullanaq sonra bu heç nə olmaz. Keçək. Baxın belə əngəllər çıxacaq qabağımıza, yaratıqlar da çıxa bilər. Nəysə. Tullan buradan. Aha. Anan atan yoxdur sənin. Burada belə bir şey çıxdı qabağımıza. Hər halda bir daş gətirəcək. Bura qoyacaq, sonra bu sarmaşığa dırmaşacaq, oradan bura ağacların üstünəcək. Nəysə dümdüz gedək. Aha düşündüyüm kimi. Bunu ora aparacaq sarmaşığın altına. Tut, gətir. Dünyaya var, mütəxəssis edirlər. Dünya vecdənə deyil, istədikləri vaxt tutub gedərlər. Tutun. Şimdi yukarı çıxa bilərik. Buradan da uşaqlar. O bir ağacı kullanacaq. Tut. Hə, işte. Sonra ora. İndi sonra nə oxuyacağıq? Sonra buradan ora kullanacaq. Aha. Sonra bura. Sonra da bura. Aha. Ha, bu ağac qırılmağa meyillidir. Hər halda bizim. Aha. İndi 100% uşaqlar. O gölün üstünə düşdü. O ağac o gölün üstünə düşdü. Biz rahat keçə biləcəyik ora. Bir qaydadır. Buradan bura. Buradan da. Ha, buradan oraya xiyar ora. Aha. Neyse. Gölün üstüne düşmür ya var. Ben bunu itələyəcək qabağa hər halda. Özü bu. İtələyəcək qabağa ki gölü rahat çəkər. Şimdi oranı rahat çəkə bilərim. Çıxın. Buranı da rahat keçdik. Mən də asan da oyum. Elə çətin deyil. Səni. Məncə mən bu oyunu rahat bitirərəm. 1-2-3 bölümdə. Aha orada qapan var. Baxın o budağın üstündə.
budağın üstündə siz qapan qoymazsınız, da nağarasınız, cicillaqla, sincab avlayasınız. Nəysə, bu dümdüz yerə. Oy belə, o nədir? Aa, örümcək! Gəlmir ki, yox hala. Poxuvu ye. Örümcək olduğunu hardan bildim deyirsə, baxın bu ayaqlarından. Ha, burası başqa nə ola bilər? Yekə örümcəkdir bu. Balaca örümcəyin o boyda ayaqları olar. Diqqət, biz burada nə edəcəyik? Qabağa getsəm örümcək məni öldürəcək. Buradan ötər çıxır. Örümcəyin yana gedək. Bırak, pox yedim. Bu xiyarın əlinə dırmaşacaq bəlkə. Keç! Ay ananı s**tim mən səni. Öldürmür. Öldürdü bu səfər. Şərəfsiz namussuz gəlir. 6 yaşlı uşaqdan nə istədin? Qavağa çəkək. Mən niyə qışqırıram hər dəfəsində? Salak, yemin ederim geri zekalı bu çocuk. Uşaqlar, getdim YouTube'dan baxdım. Amma uşaqlar, buranı bitirməsən keçirik, ağzımız açıq qalacaq. Baxın. İndi uşaqlar, bu oyun sadəcə elə programa yeriməyi tələb eləmir. Bu oyun beyin istəyir, fizik istəyir. Baxın indi. Bu xiyar, gəl bura. Bunu tırkalayacaq ki, aşağı vursun. Vuracaq bu bura. Bir dəqiqə. Ora baxın. Şok olasınız özünüz. Baxın uşaqlar, biz bunu əsəbləşdirəcəyik. Bu ayağı ilə yerə vuracaq. Yerə vuranda da uşaqlar bir zəlzələ yanacaq da, bir titrəşmə. Titrəşmə yarandığı üçün bu budaqdakı qapanı düşəcək. O qapanla nə qaracaq deyilsə, sonra sizə başa salacağım. Olsa özüm bir dənə bunu xiyar şey edeyim də. Burada xiyar yerə. Vur. Deyəsən düşdü. Düşdü. İndi bu qapanı oyca aparacaq. Xiyarın ayağının yanına qoyacaq ki, ayaqları belə kırılsın. Bu oyun fizik istəyir, saxlayın. Baxın. Bunu bura qoyacaq. Gəl bura. Bura. Bunu açacaq. Baxın, bir ayağı getdirəcək. İndi ikinci ayağını şey eləyək. Qıraq. Gəl. Biraz arxaya gəl. O bir ayağı da getdi. Nə oldu? Gör. Bir ayağı da getdi. Sonra bu örümcək uzaqlaşdı. Gördü ki, mənlə baş edə bilməyəcək. Qalxdı, ağacın üstünə dırmaşdı. Nəysə, gedək. Tez gedək, bu örümcək bizi nəysə, qapanı da özümüzlə aparaq da, nəysə. Ya da nəyə aparaq? 10 kilo qapanı yanımıza daşıyacaq. Nəysə, gedək. Sürüşək buradan. Bu nədir? Var nəysə. Qaşqabağın yerlə gedir və görün nə eləmişəm. Bu nədir? Bunlar nədir? Və görün nə eləmişəm. Bu nədir? Ayağımın işdi bura. Mənim ayağımın işdi bura. Ay bilə örümcək! Ananı s**tim mən səni. Əyil. Ya sən o ayaqlarını qopartdın, bəs eləmədi. Uy bilə. İndi mən bundan nətə başa çıxacam. Çıx. Düşdən, hə? Sənin ölünü diriniz. Buna bax, toru ilə bizi bağladı. Ay belə. Buradan çıxmağa çalışacaq biz. Buradan da çıxaram belə. Buna bax. Çoxulcan oxşurdu. Yeri. Belə gedəcək biz. Nəysə, göl olsa tullanacaq ora. Üstümüzdəki torlar çıxacaq. Çox qəribə bir şey oxşadı. Bunlar səndə. Məsələn, belə də gecə meşdə gəzintiyə çıxmışsınız, qabağınıza belə şey çıxır. Bu şey oxşurdu. Yeriyən canavar dişi. Böyük canavar. Belə mən oyunun sonuna qədər belə torla gedəcəm. Şərəfsiz örümcək bizi belə torladı. O boyda da örümcək oldu. Bura nə təməşər? Oy belə. Bu top nə aracaq? Fələk çörək nə aracaq?
Oy bula! Kalk. Neyse. Ay kadın var. Kullan. Aha. Buna geçe toptu bu nədir? Ay bula! Mən hər dəfəsində ölməkdən sıxıldım da. Uşaqlar, yəqin ki bunun üstündən tullanacaq. Bu da öz-özünə getsə. Belə. Bəs bunun üstündə arada bir tullanmalıyıq, hər şey var. Zarran qutarlanasın. Belə geri gedəcək. Yoxsa əzlərik, belə gedir. Baxın. Ay bula! Göstərməliyəm mənim hər şeyi. Ay bula örümçək, sən o ananı s**məmə. Sən qədər p*** adam yer üzündə görünürdü. Şərəfsiz. Namussuz. Yəni qayılğa gəlsəydik tullanardım. Tullana bilərəm məncə. Nah tullanaram. Tullan. Ay ananı s**. Of! İndi gedə bilərəm. Ananı s**. O. Ölmədi. Yo ölmədi. O boyda yüksəkdən düşdü ölmədi. Hər nəsə ən azından torlar getdi. Başımda biraz rahatdı. Qaç. Sən kimsən? Aa! Bu nə idi? Siz kimsiz hə? Adamsınız, insansınız. Buna bax, adamları asıblar ya. Bunları eləyən kimdir? Dur lan. Düş. Ya bax belə. Dırmaş bu. Çıx. Buradan ora tullanacaq. Aha bax belə. Of, bu oyunu çox belə atmosferini qaranlıq ediblər. Adam belə içib burxuldur bu oyunu oynayanda. Çox qaranlıqdır axı. Buradan tullan ora, aha. Belə. Sonra buradan belə. Qəşəng. Buradan da belə. Oy bula! Sən ola ağzın sivri budaqları mənim götürüb girmişdi. Bax sən öl deyirəm. Dur lan. Oy bula! Burada hər ağac aşır Mən hara tullana bilərdim orada? Göklerde kartal gibiydi. Top gələcək. Tullanacam bura, aha belə. 6 yaşında bu qədər çevik olmağına da bazar, və hər ağaca dırmaşır. Xiyar olub yarsan, bu ağaclarda zətdə doğulsan. 6 yaş zətdə yoxdur uşaqlar, mən götümdən uydururam. Amma balaca uşaqda görmürsün, pop boyda boy. Aha yenə bu örümçək day nədir? Ana, buranı nətə keçəcəm mən? Buradan qaç get də buramı elə. O kimdə? Qaçma! Ay! Göt oğlu göt. Bu örümçək deyil uşaqlar, bu bir makinədir. Xiyar bizi öldürməyə çalışırdı, nə? Dırmaş görə. Normal gedək. Belə. Yəni qəşəng yanarlı dönərli şey gəlir təşəkkür. Neyse gedək. Ulan yamyamlardı, nədir bunlar səndə yuxarıda? Neyse. Çıxar. Sık. Oradan ora. Bak böyle. Şimdi de burada dırmaş. Bak bu ne dırmaşımda bakın ha. Diğer olup ya parkurcu değil mi baş? Bu nədir? Adam asıqları elə burada. Bu yamyamlar edilir hamısına baxın. Şərəfsizdir. Nəysə, əgər bu serinin davamını çəkməmi istəyirsə like atıb abunə olmağı unutmayın. Mən fikirləşmirəm bu serinin davamını çəkim. Amma siz istəsəz çəkərəm. Abunə olub like atmağı unutmayın. Sağ olun.